Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin 2026-cı il olan ilk buraxılışı ilə qarşınızdayıq. Biz bugün təhsilin rəqəmsallaşmasını müzakirə edəcəyik. Görək, süni intellekt məktəblərimizə nə zaman gələcək? Bu və digər suallarımız olacaq, maraqlı mövzumuz var. Özəl müsahibənin özəl qonağı isə bugün təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarovdur. Samim, xoş gördük sizi. Özəl müsahibədə. Xoş gördük, buyurun. Samim, suallarımız çoxdur, ona görə də vaxt itirmədən ilk sualımla başlamaq istəyirəm. Ötən həftə Nazirlər Kabinetinin qərarı ilə artıq attestatlar, diplomlar və digər sənədlərin tam rəqəmsal keçidi təsdiqləndi. Bu, təbii ki, təhsil yönündə inqilabi bir addım idi. Amma bu sistemin tətbiqi kağız dövriyyəsini tamamilə aradan qaldıracaqmı? Bəli, bildiyiniz kimi 7 yanvar tarixində Nazirlər Kabineti tərəfindən qəbul olunmuş 1 və 2 nömrəli qərarlara uyğun olaraq təhsil sənədlərinin təsviri və onların verilməsi qaydaları təsdiqlənmişdir. Bu yeni qaydalar daha əvvəl olan qaydaları əvəzləyir və onları ləğv edir. Və əsas məqam bundan ibarətdir ki, artıq təhsil haqqında dövlət nümunəli sənədlər elektron qaydada təqdim ediləcək. Biz elektron təhsil sənədləri deyəndə əsasən bütün təhsil pillələri üzrə nəzərdə tutulan həmin təhsil pilləsini bitirməklə bağlı verilən sənədlərdən danışırıq. Eyni zamanda təhsilini bitirməyən, natamam təhsil deməli alan vətəndaşların da arayışlarının eyni qaydada elektron müstəvidə verilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, ali təhsil, orta ixtisas təhsili üzrə verilən diplomlar, peşə təhsili üzrə verilən diplomlar, eyni zamanda ümumi təhsil üzrə verilən attestat və bütün sertifikatlar və arayışlar hamısı elektron qaydada təqdim ediləcəkdir. Bu necə baş verəcək? Bilirsiniz ki, Elm və Təhsil Nazirliyinin əsas operatoru olan Təhsil Mərkəzləşmiş İnformasiya Sistemi var. Bu sistem bütün təhsil pillələrində və bütün təhsil müəssisələrində tətbiq edilib və istənilən təhsil müəssisəsi bu sistemdə öz məlumatlarını görür və təhsil alanların məlumatlarını bu sistemə daxil etməklə və elektron imza ilə təsdiq etməklə nəticədə elektron təhsil sənədi formalaşacaq. Bu sənədlər vətəndaşlar üçün hansı üstünlüklər verir? İlk növbədə onu qeyd etməliyəm ki, vətəndaşlar bu sənədləri daha tez alacaqlar. Yəni, təhsil müəssisəsi vətəndaşla bağlı müəyyən imtahanların nəticələri və ümumiyyətlə təhsilin tamamlanması ilə bağlı məlumatları sistemə işləyən kimi və elektron imza ilə onu imzalayan kimi bir neçə gün ərzində vətəndaşlar həmin təhsil sənədlərini, artıq hazır təhsil sənədlərini öz elektron kabinetlərində görə biləcəklər. Elektron kabinetlər də deyəndə biz əsasən elektron hökumət informasiya sisteminin kabinetlərini nəzərdə tuturuq. Belə ki, MyGov mobil tətbiqi, elektron hökumət portalı və eyni zamanda eyni sistemə qoşulu olan Elm və Təhsil Nazirliyinin Portal Eduaz platformasında vətəndaşlar öz təhsil sənədlərini görə biləcəklər. Sənədlər, qeyd etdiyim kimi, tamamilə elektron qaydada hazırlanacaq, yaranacaq və vətəndaşlara veriləcək. Bu o deməkdir ki, biz bu prosesi ümumiyyətlə əvvəldən axıra kimi elektron edirik. Yəni, təhsil sənədlərin verilməsi üçün hər hansısa bir kağız işinə müəssisədən daxilində və ya vətəndaşla münasibətdə artıq baş verməyəcək. Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, vətəndaşlar öz təhsil sənədlərini istənilən vaxtda çıxış əldə edəcəklər. Yəqin ki, çox nadir hallarda biz hələ də öz attestatlarımızın harada olduğunu bilirik və bəzən diplomlarımızı da. Amma bu platformalarda olan təhsil sənədləri hər zaman əlçatan olacaq. Lazım gəldikdə hər hansısa işə götürən və ya növbəti pillə üçün, müraciət üçün artıq bu sənədləri elektron qaydada göndərmək mümkün olacaq. Bu da ümid edirik ki, vətəndaşların bu istiqamətdə həyatını daha rahatlaşdırmış olacaq. Həm də o baş verən neqativ hallar ki var idi, onların da qarşısını alacaq. Bəli, elektron qaydada verilən sənədlərin yoxlanması mümkün olacaq ki,
verilən müəyyən bir ştrix kod, QR kod vasitəsilə həmin sənədləri yoxlamaq olacaq və sənədin həqiqiliyindən artıq əmin olmaq mümkün olacaq. Bu istiqamətdə də biz deməli işə götürənlər üçün və digər təhsil sənədlərini tələb edən qurumlar üçün bu cür imkanı təmin edəcəyik. Elektron jurnal layihəsi artıq pilot olaraq bir çox məktəblərdə tətbiq olunur. Bu sistemin kağız jurnalları tamamilə əvəz etməsi nə zaman başa çatacaq? Pilot layihə deməli fevral ayından yay aylarına qədər davam etdi və sentyabr ayından etibarən artıq tədris ili başlayan kimi Bakı şəhərinin bütün məktəbləri üçün bu layihə və bu platformadan istifadə artıq tam şəkildə icra olunmuşdur. Bugünkü gün bütün Bakı şəhərinin bütün ümumi təhsil müəssisələri elektron jurnal, rəqəmsal məktəb platformasını istifadə edir. Amma qeyd etdiyim kimi rəqəmsal məktəb platforması daha genişdir. Yalnız elektron jurnal deyil, yəni yalnız dərsin planlaması və qiymətlərin qoyulması deyil, ümumiyyətlə təhsilin idarə olunmasını elektron qaydada həyata keçirilməsi üçün bütün lazımə alətləri təmin edən bir platformadır. Əlavə olaraq biz bununla bərabər, platformanı istifadəyə verməklə bərabər Bakı şəhərindəki məktəblərdə deməli daxili şəbəkələrin qurulması, internet təminatı, internet sürətinin artırılması və bu istiqamətdə də bir sıra tədbirlər gördük. Bakı şəhərində hal-hazırda bütün sinif otaqlarında ən azı bir çıxış var internetə. Bir çox müəllimlər otaqlarını yeniləmişik. 300-dən çox müəllimlər otağı yenilənib. Orada xüsusi Wi-Fi girişləri qoyulub ki, müəllimlər öz kompüterlarından istifadə edə bilsinlər və bundan əvvəl görülmüş işlər də var idi ki, biz hər Bakı şəhərinin bütün təhsil müəssisələrində biz IT otaqları qurmuşduq. Bu otaqlarda da bu platformalara çıxış mümkündür. Ancaq biz nəzərə salsaq ki, Azərbaycan Respublikasında mobil nüfuz deyək də, mobil telefondan istifadə bütün beynəlxalq göstəricilərə uyğun olaraq 118-120%-dir. Bu deməkdir ki, Azərbaycanda hər bir vətəndaşın mobil telefonu var, bəzilərinin isə bir neçə telefonu var. Biz bunu nəzərə alaraq bütün xidmətlərimizi, o cümlədən deməli rəqəmsal məktəb və elektron jurnal həllərimizi də mobil tətbiqlərini hazırlamağı özümüzə məqsəd qoymuşuq və ya mobildə istifadə oluna biləcək rahat formata gətirilməsi üzərində iş aparırıq. Bu tətbiqlərdən ilkini bu yaxınlarda biz istifadəyə verdik. Müəllimlər üçün elə müəllim adlanan mobil tətbiq istifadəyə vermişik. Bu mobil tətbiq bütün müəllim üçün lazım olan bütün əməliyyatları mobil telefonda aparmağa şərait verir. Öz cədvəlini görə bilir, siniflərini görə bilir, uşaqlar hansı ki siniflərdə oxuyurlar, onların məlumatlarına çıxış əldə edə bilir və eyni zamanda bütün qiymətləndirməni, dərsin planlamasını hər birini mobil telefonda etmək şəraiti yaradılıb və platforma həm Android, həm də iPhone deməli əməliyyat sistemləri üzərində işləyir. Az öncə adlarını sadaladığınız sistemlər ki var idi. Bax, orada valideynlər olsun, şagirdlər olsun, müəllimlər olsun, fərq etmir. Hansısa bir texniki nasazlıq yarananda hara müraciət etsinlər? Əlbəttə, bizim platformaların sayları artır. Təhsil mərkəzləşmiş informasiya sisteminin özündə bizim 26-dan çox informasiya sistemimiz var və 44-dən çox vətəndaş xidməti göstərir Elm və Təhsil Nazirliyi. İnternet və geniş zolaqlı internet məktəblərə nisbətən təzə gəlib. Bu o deməkdir ki, biz sadə statistikaya baxsaq, pandemiya dövründən sonra 2020-ci ilin əvvəlinə bizim geniş zolaqlı internetə çıxışı olan məktəblərimizin sayı cəmi 212 idi və bu o deməkdir ki, və bu 212 məktəbdə 14% şagird təhsil alırdı. 2020-ci ildən 26-cı hal-hazırda bizim sizlə danışdığımız vaxtda bu məktəblərin sayı 2054-dür. Bu o deməkdir ki, və bu böyük məktəblərdir. 2054 məktəbdə təhsil alan şagird kontingentinə baxsaq, biz artıq 86-87%-ə
çatmışıq. Bu o deməkdir ki, biz əsasən böyük məktəbləri tam əhatə etmişik və bu əhatə çoxaldıqca eyni zamanda bilirsiniz ki, biz kompüter təminatını da kifayət qədər artırmışıq. Yenə də 2020-ci ilin statistikasına baxsaq, biz 33 şagirdə bir kompüter düşürdüsə, hal-hazırda biz 1.8 nisbətinə gəlib çıxmışıq və 2026-cı ilin sonuna qədər 1.6-ya nisbətinə tam nail olacaq bu gedişlə. Bütün bunlar əlbəttə ki, şəbəkənin yükünü artırır. Yəni təsəvvür edin ki, 5 il bundan qabaq 14% şagird bizim şəbəkəni aktiv istifadə edirdisə, hal-hazırda bu 90%-ə yaxın şagirddir və bu artımla bizim şəbəkənin yüklənməsi, trafikdən istifadə ildən ilə artır. Bu istiqamətdə də biz fəaliyyətlərimizi təşkil edirik. Biz təmin etdiyimiz trafiki ən azı 5 dəfə artırmışıq hal-hazırda məktəblərdə. Ancaq gördüyümüz budur ki, bu istiqamətdə də hələ görüləsi işlərimiz var. Əlbəttə, müəyyən hallarda hansısa bir avadanlıqların köhnəlməsi və ya hansısa bir kompüterdə, bu çox texniki detallara gedirəm, amma müəyyən bir hallar ola bilər və bunun da birbaşa müraciət edib qeyd etdiyim kanallarla həll etmək mümkündür. Çünki texnoloji olaraq texniki dəstək mərkəzləşmiş qaydada bizim Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən göstərilir. Böyük məktəblərdə isə biz artıq bir və ya iki mütəxəssisin mütəmadi şəkildə o müəssisələrdə yerləşməsini təmin edirik. Vüsal bəy, regionlarda, xüsusilə ucqar kənd məktəblərində yüksək sürətli internet və İKT avadanlıqlarla təchizat məsələsi nə yerdədir? Ucqar kəndlərlə də biz hazırda iş aparırıq. Burada bir neçə həllər var. Bilirsiniz ki, hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin onlayn Azərbaycan layihəsi də həyata keçirilir. Bu ucqar kəndlərə cipon qoşulması ilə internet təmin olunur. Biz həmin layihədə də iştirak edirik və bir çox kəndlərdə, ucqar kəndlərdə biz görürük ki, ilk təmin olunan, internetlə təmin olunan müəssisə sırf ümumi təhsil müəssisəsidir. Biz o istiqamətdə əməkdaşlıq edirik. Digər biz mobil operatorlarla da əməkdaşlığımız var. Harda ki, optik kabeli çəkmək mümkün deyil. Bu, indiki dövrdə demək olar ki, çox az belə kəndlərimiz qalıb. Ancaq bu mümkün olmayan halda da biz simsiz rabitəni təmin edirik mobil operatorlarla. Birgə ki, həmin müəssisə simsiz olaraq internet şəbəkəsinə çıxışı əldə etsin. Vüsal bəy, baxın, biz yüksək sürətli internet məktəblərimizə gətiririk, ən son texnologiyanı gətiririk. Amma bəzən elə hiss olunur ki, valideynlər üçün rəqəmsal təhsil WhatsApp qruplarında müəllimlə müzakirə və mübahisədən ibarətdir. Yaxşı, baxın, biz bu qədər infrastruktur qururuq. Bəs bu sistemin insan faktorunu necə rəqəmsallaşdıracağıq? Çox yaxşı sualdır. Biz bu barədə rəqəmsal məktəb layihəsini hazırlayanda, dizayn edəndə biz bu barədə düşündük ki, biz hər zaman daha çox bizim xidmətlərimiz ya ümumi vətəndaşlar üçündür, hansısa bir təhsil pilləsinin müəssisəsinə qəbul və ya yer dəyişmə ilə bağlı müraciətləri və bu tipli xidmətləri istifadəyə verirdik. Digər informasiya sistemlərimiz isə ya şagirdlərə yönəlik idi, ya da müəllimlərə. Biz rəqəmsal məktəb layihəsini deməli hazırlayanda düşündük ki, biz məktəb rəhbərləri, müəllimlər və şagirdlərdən başqa da bir valideyn kabineti də açaq və valideynlər üçün həm alətlər təqdim edək, deməli ünsiyyət alətləri, eyni zamanda valideynləri, ümumiyyətlə şagirdlərin tədrisinə cəlb edək. Belə ki, rəqəmsal məktəb platformasında valideynlər istədikləri zaman məktəb rəhbərliyinə müraciət edə bilərlər. Bu, hardasa chat formasında baş verir və direktor da həmin mesajları platformada alır və platformaya daxil olarkən onlara cavab verir. Bundan başqa direktorla görüş təyin etmək funksiyası vermişik ki, direktorların da həm vaxtını səmərəli təşkil etmək üçün, eyni zamanda valideynlər üçün də rahatçılıq yaratmaq üçün
valideynlər məktəb rəhbərliyi ilə, məktəb direktorları və ya aidiyyatı direktor müavinləri ilə görüşlər təyin edə bilərlər hər hansısa bir vaxtda və sistemdə görsənir ki, misal üçün istənilən gün saatında məktəb rəhbərinin digər görüşü varsa, başqa bir vaxt seçməklə valideynlər bu görüşləri təyin edə bilərlər. Bundan əlavə olaraq biz valideynlərə yönəlik hal-hazırda aktiv olan bir sorğu keçirdirik. Məktəbin deməli fəaliyyəti ilə bağlı valideynlər nə düşünür? Hələ ki iştirak edən valideynlərimizin sayı minlərlədir, amma hələ də çox deyil. Mən fürsətdən istifadə edib onları dəvət etmək istəyərdim ki, daha aktiv iştirak etsinlər. Çünki hər bir valideyn həm övladı ilə bağlı, həm deməli övladının təhsil aldığı məktəblə bağlı, onun müəllimləri ilə bağlı öz fikrini artıq birbaşa platforma vasitəsilə bildirə bilər və bu məlumatları təhlil edib artıq Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi valideynlərdən gələn səsləri nəzərə alaraq müəyyən bir fəaliyyətləri təşkil edə bilər ki, narahatçılıqlar öz həllini tapsın və ya pozitiv bir hansısa bir təcrübə digər müəssisələrdə də tətbiq olunsun. Bu platforma onun üçündür ki, biz valideynləri ilk növbədə tanıyaq və onlara şərait yaradaq ki, təhsillə bağlı, tədrisin prosesinin təşkili ilə bağlı hər hansısa bir rəyləri varsa, həm neqativ, həm pozitiv, biz hər birini nəzərə alaq və bununla bağlı hər hansısa bir, belə deyək, verilənlər əsaslı qərarlar qəbul edək. Məncə efir vasitəsilə valideynlər sizi eşitdi və ümid edirik ki, bu sorğunun nəticəsi daha çox olacaq. Və növbəti sualımla davam etmək istəyirəm. Son dövrlərdə dövlət qurumlarına kiberhücumların sayı artıb. Təhsil sektorunda bu risk səviyyəsi hansı yerdədir? Bu gündəlik bizim problemimizdir. Çünki təhsil sahəsinin belə də skan olunması müxtəlif hacker və hacker qrupları tərəfindən kifayət qədər çoxdur. Hal-hazırda bilirsiniz ki, süni intellekt dövründə bu cür təhdidlərin sayı daha çoxalıb. Çünki biz gündəlik həyatımızda və bizim işimiz, idarəmizin işində də görürük ki, bəzən hər hansısa bir hücumun insan tərəfindən və ya süni intellektli robot tərəfindən edildiyini də təyin etmək çətindir. Bununla biz gündəlik olaraq məşğul oluruq. Bu təhdidlərin sayı artıb və kifayət qədər çoxalıb. Ancaq bizim dövlətimizdə də bu istiqamət üzrə məsul şəxslər, məsul qurumlar çox aktiv addımlar atırlar. Biz bütün qurumlarla əməkdaşlıq edirik bu sahədə ki, həm fərdi məlumatların qorunması, eyni zamanda müxtəlif deməli elektron xidmətlərin çökdürülməsi istiqamətində atılan addımların qarşısı alınsın. Vüsal müəllim, şagird və müəllim belə deyək, məlumatları çox həssas bir kateqoriyadır. Bu məlumatların, bu dataların hansı təhlükəsizlik standartları tətbiq olunur? Yəni beynəlxalq sertifikasiyalar varmı? Biz məlumatların qorunması istiqamətində əsasən fərdi məlumatların qorunması ilə bağlı yerli qəbul olunmuş standartları digər qurumlar kimi nəzərdə tuturuq və onlara tam belə deyək, icra edirik. Əlbəttə ki, bu yerli standartlar qəbul olunarkən beynəlxalq təcrübəyə də baxılıb və beynəlxalq təcrübədə istifadə olunan adlarını desəm, yəqin ki, çox şey deməyəcək, ancaq beynəlxalq səviyyədə qəbul olunmuş standartlar tətbiq edilib ki, yerli qanunvericilik və yerli prosedurlar, standartlar tətbiq olunsun. Qeyd etdiyim kimi, biz də müvafiq bu istiqamətdə aparıcı qurumlar olan yerli dövlət qurumları ilə tam əməkdaşlıq edirik ki, bütün bu standartlar tətbiq edilsin. Siz az öncə süni intellekt məsələsinə toxundunuz. Mən də verilişin əvvəlində bir sual ünvanlamışdım. O sualı təkrar vermək istəyirəm. Süni intellekt məktəblərə nə zaman gəlir Vüsal müəllim? Məncə süni intellekt artıq məktəblərdədir. Çünki biz bu yaxınlarda OECD tərəfindən keçirilmiş müəyyən sorğulardan da görünən budur ki, Azərbaycan müəllimləri artıq süni intellekt həllərindən istifadə edirlər, şagirdlər istifadə edirlər. Əlbəttə ki,
bəzən şagirdlər tərəfindən süni intellekt həllərinin istifadəsi hər zaman təhsil dəyəri yaratmır, tədris dəyəri yaratmır. Ancaq buna baxmayaraq, məncə necə ki bir zamanlar riyaziyyat dərsində kalkulyatora qarşı çıxırdılarsa və o çıxışın bir nəticəsi olmadısa, indiki dövrdə də süni intellektə qarşı hər hansısa bir addım düşünürəm ki, sadəcə müvəqqəti və inkişafın qarşısını almış olacaq. Elm və Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi olaraq biz süni intellekt sahəsində bir neçə təşəbbüsləri hal-hazırda icra edirik. Bizim qurduğumuz və yaxın müddətdə çox güman ki, biz pilot qaydada bunun istifadəsinə başlayacağıq. Müəllim və şagirdlərə istiqamətlənmiş həllərdir. Biri müəllimlər üçün hazırlanıb ki, müəllimlərin kargüzarlıq işini azaldaq və dərs planlaması, dərsə hazırlıq kimi işləri biz avtomatlaşdıraq, testlərin hazırlanmasını daha rahat edək və tezləşdirək. Bir agent sırf müəllim köməkçisi kimi süni intellekt agenti hazırlanıb və yaxın dövrlərdə müəllimlərə təqdim ediləcək. Digər süni intellekt həllimiz daha çox şagirdlər üçündür. Şagirdlərin sırf təhsillə bağlı sualları olduqdansa mövzunu başa düşmədikdə bu həllə müraciət edib daha ətraflı məlumat, istiqamət almaq imkanı olacaq. Bu həll də yəqin ki, bu yaxınlarda tərəfimizdən istifadəyə veriləcək. Hal-hazırda biz onun Azərbaycan dilinin tam daha təkmilləşdirilməsi üzərində işləyirik. Elə sualım olacaqdı ki, müəllimlərimiz bəlkə də narahat olacaq ki, bu süni intellekt onları əvəz edəcək, amma siz artıq ona cavab verdiniz ki, əvəz etməyəcək. Əlbəttə ki, etməyəcək. Bu barədə çox danışılır, həm mediada, həm müxtəlif tədbirlərdə, konfranslarda, müzakirələrdə görünən budur ki, süni intellekt həlləri müəllimləri əvəz etməyəcək. Ancaq süni intellekti istifadə edə bilən müəllimləri əvəz edə biləcək. O baxımdan biz müəllimlərə bu istiqamətdə ilk növbədə alətləri təqdim etməliyik və bu alətlərdən sırf təhsil məqsədləri üçün necə istifadə etmək lazımdır, bunu öyrətməliyik. Rəqəmsal transformasiyanın ən böyük problemlərindən biri müəllimlərin hazırlanmasıdır. Bu istiqamətdə real nəticələr nədir və müəllimlər ümumiyyətlə özləri bu prosesi nə qədər hazırdır? Tamamilə düz qeyd edirsiniz. Rəqəmsal transformasiyanın əsasında insan faktoru durur. Əgər biz bir sistemin nümayəndələri olaraq fəaliyyətimizi dəyişməsək, məsələlərə baxışımızı dəyişməsək, biz yəqin ki, rəqəmsal transformasiyadan danışmağın mənası olmayacaq. Çünki istənilən qədər alətlər tətbiq etmək olar, istənilən qədər bu istiqamətdə resurs xərcləmək olar, ancaq bu tətbiq olunmasa, insanlar bunu özünküləşdirməsə, transformasiyadan danışmaq lazım deyil. Ancaq eyni zamanda mən bu pandemiya dövrünü bir yada salmaq istəyərdim ki, biz əgər yadınızdadırsa, çox qısa bir müddətdə məktəblər bağlanandan sonra virtual məktəb layihəsini istifadəyə verdik və yenə də çox qısa müddət ərzində, əlbəttə ki, o vaxt hər yer bağlı idi və başqa bir imkan yox idi, amma buna baxmayaraq bizim həmin platformada çox qısa bir müddət ərzində 1.400.000 istifadəçi oldu. Bu, həmin zamanlarda Azərbaycanın ən böyük sosial şəbəkələrindən biri idik virtual məktəb olaraq və biz həmin virtual məktəbdə müəllimlərin keçdiyi dərslərə baxırdıq. Bir ay mənim yadımdadır ki, biz bir həftədə 1 milyon dərs gördük. Bu o deməkdir ki, çox qısa müddətdə müəllimlər bu texnologiyaya öyrəşdilər və xüsusi təlimlər olmasa belə çox tez bir zamanda bu aləti istifadə etməyi bacardılar. Görünən budur ki, texnologiyanı çox vaxtı təlimsiz də öyrənmək olar. Əlbəttə, texnologiyanı düzgün istifadə etmək üçün hər hansı bir istiqamət verici
məlumatlar, izahlar, təlimlər, konsultasiyalar təşkil olunmalıdır. Ancaq bugünkü gündə özünüz də bunu yəqin ki görürsünüz ki, tətbiq edilən yeni texnologiya hansısa bizim vərdişimizin əsasında formalaşıb. Misal üçün, bugün istifadə etdiyimiz ChatGPT sadə tekstin daxil etməsi ilə işləyir və ya səsli müraciət etməklə ondan cavab almaq olur. WhatsApp-ı heç kəs bizə öyrətməyib. Biz WhatsApp-ı sadəcə götürmüşük, öyrənmişik. Təhsil həllərini də, misal üçün, bizim istifadəyə verdiyimiz mobil tətbiq var müəllimlər üçün, bu yaxınlarda istifadə verdiyimiz. Onu da müəllimlər açıb baxsalar, orada həqiqətən ciddi təlimə ehtiyac yoxdur. Hansısa bir istiqamət verici əlbəttə ki, materiallarımız var. Ancaq müxtəlif yerlərə sıxmaqla mobil telefonda həmin proqram təminatının necə işlədiyini görmək olar. Ancaq bu əlbəttə ki, o demək deyil ki, bu istiqamətdə təlimlərə ehtiyac yoxdur. Sadəcə bu fikrimi onunla tamamlamaq istəyirəm ki, tətbiq edilən alətlər kifayət qədər sadə, intuitiv və bizim vərdiş etdiyimiz formatda işləyir deyə xüsusi texnoloji təlimlərə ehtiyac yoxdur. Amma həmin texnologiyanı tədrisdə necə istifadə etmək lazımdır? Bu istiqamətdə əlbəttə təlimlər labüddür. Bir, onu qeyd edim ki, bizim Microsoft korporasiyası və ICDL beynəlxalq qiymətləndirmə deməli qurumu ilə sertifikasiya təlimlərimiz də başlayıb. Bu təlimlər əsasən texnologiyanın tədrisdə tətbiqi ilə bağlıdır və orada misal üçün kompüteri necə yandırıb söndürmək və ya Word proqramında və ya Excel-də nəyi necə etməyi öyrətmirik. Biz daha çox problem əsaslı yanaşırıq ki, misal üçün müəllimin filan mövzunu çatdırmaq üçün hansı alətlərdən istifadə edər və necə istifadə edər. Bu səpkidə təlimlər gedir və qiymətləndirmə sertifikasiyada beynəlxalq imtahan da buna yönəlikdir ki, verilən bir ssenaridə, verilən bir problemi texnologiya ilə necə həll etmək olar. Bu istiqamətdə biz pilot qaydada bu təlimlərə başlamışıq. Nəticəsi yaxşı olarsa və müəllimlər tərəfindən qəbul olunarsa, gələcəkdə bunu daha onlayn şəkildə və daha böyük kütləyə açmağı hədəfləmişik. Vüsal müəllim, texnologiyadan istifadə edə bilməyən müəllim gələcək məktəbində özünə yer tapa biləcəkmi? Axı texnologiya, rəqəmsallaşma həm də bir texnika deyil, bir yanaşmadır. Ümumiyyətlə müəllimlərin rəqəmsal savadlılığının artırılması istiqamətində keçirilən təlimlərin keyfiyyətini necə ölçürsüz? Yaxşı sualdır ki, gələcəkdə bu cür rəqəmsal bacarığı olmayanlara yer hardadır? Bilirsiniz, bunu qiymətləndirəndə və son araşdırmalara əgər biz oxusaq, onu görərik ki, rəqəmsal transformasiya yalnız texnoloji biliklərlə gəlmir. Bu, sosial bacarıqlardan da irəli gəlir. Yəni, bizim məsələyə yanaşmamız, yeniliyə açıqlığımız, kritik düşüncəmiz, bunlar hamısı sosial bacarıqlardır. Yəni, bunun üçün xüsusi bilik lazım deyil. Mənim subyektiv fikrimdir ki, müəllimlər get-gedə bilik ötürücüsü deyil, öyrənmə prosesinin bir fasilitatoru roluna keçəcəklər. Çünki bütün biliklər, hansı ki, texnologiya hal-hazırda özündə cəmləşdirib və süni intellekt həlləri bunu daha təkmil edib, bütün bu bilikləri bir insanın beynində saxlamaq mümkün deyil. Amma texnologiyaya qarşı yanaşma, onun istifadə etdiyimiz vərdişlər və düşdüyümüz vəziyyətdə texnologiya bizə necə kömək edə bilər, bunu başa düşsək və bunu anlasaq, artıq dərs prosesini çox rahatlıqla qura biləcəyik. Misal üçün, hər dərsdə PowerPoint-ı açıb hansısa bir təqdimatı göstərməyə ehtiyac varmı? Yəqin ki, yox. Onu kitabın üzündən də müəllimlər oxuya bilər. Digər həllərlə hansısa bir qrup işlərini təşkil etmək mümkündürmü? Maraqlıdır. Amma hər dərsdə bunu etmək lazımdırmı? Bu daha çox pedaqogikaya yönələn bir suallardır. Yəqin ki, məni bu məsələ aşır. Ancaq düşünürəm ki, texnoloji
biliklər daha çox bacarıqların formalaşmasına yönəlməlidir və sosial bacarıqların bu sahədə hər bir insana aşılanması düşünürəm ki, daha öndə duran bir məsələdir. Təhsilin rəqəmsallaşması böyük bir məsuliyyətdir. Bəs Vüsal Xanlarovun özü üçün texnologiya nədir? Texnologiya artıq düşünürəm ki, mənim üçün bu günün reallığıdır və bu klişe səslənsə də düşünürəm ki, biz bunu tam dərk etsək ki, bax, biz səhər oyanandan gecə yatana qədər nə qədər yalnız telefonun ekranına baxırıq, yemək sifarişindən tutmuş taksi xidmətinə qədər hər şeyi texnologiya vasitəsilə edirik və hətta hansısa bir texnologiyadan istifadə edəndə o biraz gec cavab verəndə daha tələbkar olmuşuq. Misal üçün elə gündəlik biz bir audit keçirtmişdik. Məktəblərdə olan internet sürəti ilə bağlı. Cəmi 2 il bundan qabaq eyni sürətə normal yanaşan müəllimlərimiz artıq deyirlər ki, bu sürət bizə çatmır. Yəni tələblər çoxalıb, bu da normaldır, çünki tətbiqlərimizin sayı çoxalır. Və texnologiyasız artıq məncə biz elə bir dövrdəyik ki, həyatı təsəvvür etmək mümkün deyil. Bu bizim gündəlik həyatımız, bütün vərdişlərimizi də formalaşdırmış bir hala çevrilib. Biz hətta düşünmədən də artıq texnologiyaya müraciət edirik. Siz rəqəmsallaşmanın, yeniliklərin, texnologiyaların içərisində olan bir rəhbər şəxssiz. Adlarını sadaladığım bax bu sahədə uğur qazanmaq istəyən gənclərə hansı tövsiyələriniz olardı? Yəqin ki, özümün istifadə etdiyim tövsiyəni mən də çalışacağam ifadə edeyim. Xüsusilə rəqəmsal texnologiyalar sahəsində və rəqəmsallaşma sahəsində yetişmək istəyən gənclər, mütəxəssislər ilk növbədə mütəmadi öyrənməyi bacarmalıdırlar, öz üzərlərində işləməyi. Artıq o dövr bitib ki, biz kimdənsə biliyin onlara ötürülməsini gözləyək. Biz istədiyimiz vaxt, istədiyimiz yerdə, istədiyimiz anda, istədiyimiz mövzuda özümüz özümüzü təhsilləndirə bilərik, yeni bacarıqlar öyrənə bilərik. Yaşımıza baxmayaraq, mən bütün təhsil pillələrimi bitirmişəm, amma buna baxmayaraq demək olar ki, hər həftə, hər ay hər hansısa bir onlayn kurs götürə bilərəm, hər hansısa bir mikrokredit əldə edə bilərəm. Tövsiyə budur ki, mütəmadi olaraq özlərimizdə işləyək. Çünki texnologiya dayanmır, rəqəmsallaşma dayanmır. Mütəmadi olaraq bu sahədə, bu sənayedə baş verən yeniliklərdən agah olmaq lazımdır və əsas odur ki, özümüzün üzərimizdə işləyib daha təkmil və gələcək trendların nədən ibarət olduğunu izləyə bilək. Bunun üçün də həm biliyimiz, həm də bacarığımız olmalıdır. Vüsal müəllim, mən sizə çox təşəkkür edirəm bu səmimi və özəl müsahibə üçün. Çox sağ olun ki, təklifimizi qəbul etdiniz və özəl müsahibənin qonağı oldunuz. Təşəkkür edirəm vaxtınıza görə. Dəyərli izləyicilərimiz, bununla da özəl müsahibə verilişi sona çatdı. Qeyd etmək istəyirəm ki, biz bugün təhsilin rəqəmsallaşması istiqamətində müzakirəmiz oldu və suallarımızı elə birbaşa rəhbər şəxsin öz dilindən cavablandırıldı. Və qeyd etmək istəyirəm ki, verilişimizin qonağı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun.